Herkese salam dostlar. C++ seriyamızın 5-ci videosuna xoş gəlmisiniz. Gəlin 5-ci seriyamızın tapışırığına baxaq. İstifadəçidən bir söz istəyir. Bu sözü tərsinə çevirir. Aydındır. Gəlin koda başlayaq. Include iostream həmişəki kimi. Daha sonra bu dəfə biraz fərqliliyi var. Include alqoritim. Bunu yazmağımın səbəbi reverse, yəni sözü tərsinə çevirmək prosesi alqoritim olduğundandır. Daha sonra using name space istedim. Int main əsas hissə. Int main içində string word adında bir dəyişən yaradırıq. Buna qiymət vermirəm çünki C-ində istifadə edəcəm. Daha sonra cout yazırıq ki, bir söz daxil edin. Bu bizə bir xəbərdarlıq edir ki, istifadəçi xəbərdarlıq edir ki, bir söz daxil etməlidir. C funksiyası da bunu daxil edəcək. Scene word. Keçək alt sətrə. Gəlin hamısının əvvəl reverse izah edeyim nədir. Reverse funksiyası bərabərdir. Reverse dəyişən adı nöqtə begin. İndi bunun hamısını mən sizə izah edəcəm. Mötərizə. Bunun eynisi bu da fərqidir. Nöqtə and mötərizə. Gəlin bunu izah edeyim. Bu nə deməkdir? Paint. Yapışdıraq. Gördüyünüz kimi bu bizim şəklimizdir. İndi izah edəcəm bunun üstündə. Məsəl üçün belə deyək. Elə bil ki, bu sözün başlanğıcı sayılır. Begin. Burada başlanğıc begin sözü var. Bu isə sözün sonu sayılır. Son sözü var. Birləşdirək. Reverse dedikdə isə sözü əksini, yerlərini dəyişdirməkdir. Məsələn, başlanğıcı ilə arxasını bir-birinə qatmaqdır. Məsələn, başlanğıcı gedir arxaya, arxası isə gedir qabağa. Bu da olur sözün reverse olması. Məsələn, salam sözü malas olur. Gələk koda. İndi istəyirsinizsə burada videonu dayandırıb kodu özünüz düşünə bilərsiniz reverse hissəsini. Daha sonra isə mən yazdıqdan sonra yoxlaya bilərsiniz. Səhviniz varsa da düzəldərsiniz. Reverse word nöqtə begin. İki mötərizə daxilində virgül word nöqtə end yeni mötərizə. Daha sonra bu hissənin ünvanını başa düşdünüz. Keçək aşağı sətrə. Burada cout. İstifadəçi çatdırır ki, verilən söz artıq tərsinə çevrilmiş sözdür. Söz. Burada da ki, dəyişənin adını yazırıq. Çünki dəyişən artıq reverse elədik deyə əksi olacaq. Nöqtə virgül və axırda return 0. İndi kodlan edək. Bir söz daxil edək. Məsələn, olsun. Bax, mən əvvəlcədən düşünmüşəm bunu. Gördüyünüz kimi qapı çalındı. Tərsinə yazım. Sonra məsələn sən salam sözü yazaq bura. Mala salamlar. İndi gəlin kodun üstünə bir daha keçim ki, daha dərindən anlayasınız. Include iostream kitabxanasını çalışdırın. Include alqoritim reverse funksiyasına görə bu kitabxananı çalışdırmaq lazımdır. Using namespace istəyir, bunu bildirim. Int main əsas hissəmizdir. String word adında bir dəyişən yaradırıq. İstifadəçi məlumat çatdırırıq ki, bir söz daxil edin. Bu sözü daxil etməyimizə yardım edir. Reverse funksiyası bayaq izah edeyim. Cout burada da xəbərdarlıq edir ki, tərsinə çevrilmiş söz bərabərdir word dəyişən. Artıq dəyişən reverse funksiyası sayəsində
arxası qabağa, qabağı arxaya gedir. Belə də söz tərsinə olur. Return 0-dır ki, kodu bitirməyə yardım edir. İndi son nümunə olaraq yazaq bura. Toğru. Sağ olun, növbəti videolarda görüşənədək.